Tərəflərindən biri o biri tərəfinin 40%-nə bərabər olan düzbucaqlının perimetri 98 cm-dir. Düzbucaqlının enini tapın. Tam bir düzbucaqlımız var və onun deməli enini A, uzunluğunu B ilə ifadə etsək, biri o bir tərəfin 40%-nə bərabərdir. Yəni A bərabərdir %40 B-yə. Buradan ixtisar aparsaq əgər hər ikisini 20-yə 5-də 2 alarıq. Deməli A bərabərdir burada. Daha doğrusu 5A 2B-yə bərabər olduğu üçün A 2K-ya, B isə 5K-ya mütənasibdir. Və düzbucağının perimetri 98-dir. Perimetri bilirik ki, P bərabərdir 2 vurulsun A üstə gəl B olduğu üçün. Burada 2K ilə 5K-nın cəmi 7K eləyir. Yəni perimetri bərabərdir 2 vurulsun 7K, o da eləyir 14K. Bərabərdir 98. Götürsək, K bərabərdir 98-i 14-ə böldükdə 7 düşür. K 7-dirsə, düzbucağının eni 2K olduğu üçün A bərabərdir 2 vurulsun 7, cavab olacaq 14.